Aha, Yəni bəli. bu haqda çox sual vermişəm, biraz araşdırmalara da Aha, aparmışam. bəli. Mənə də İnsan niyə yuxu maraqlıdır. görür? İnsan yuxu görəndə harda olur? Paralel dünyada mı olur? Yəni görmədiyi bir insanlarla məsələn sən yuxuda Bəli. görüşə bilirsən, onlarla danışa bilirsən. Yəni bu sualın cavabını da ola bilər bu yaradanın bir sirridir. İndi hər Bəli, bir axıra sirri qədər. də hali etməməlidir. Mən belə başa düşürəm. Siz bu haqda bir rəyiniz yoxdur bu yuxu haqqında? Mən şəxsi görüşüm olmasın. Dinimizin təbii ki, bu məsələ ilə bağlı görüşlərini biraz müzakirə etməyə ehtiyac var. Hər halda yuxu da həyatımızın bir parçasıdır. Məlumdur ki, insan gördüyü yuxuları 7-8 saniyə ən uzaq məsafədə görə bilir. Amma o bir neçə saniyə içərisində gördüyümüz yuxu bizim bəlkə həyat fəlsəfəmiz olur. Saatlarla biz olub danışırıq. Ona görə ki, dediyiniz kimi yuxuda bir sir tərəfi var. Allahın bir lütfüdür. Amma o bizim beyin fazalarımızla bağlı deyil. Bəzən onu elm araşdırmalara yönətmək istəyirlər ki, yuxu görəsən necədir? Onda doğru bir nəticə gətirib çıxarmaq olmur. Biz bilirik ki, bir çox peyğəmbərlərə əslində peyğəmbərlik öncədən yuxu vasitəsilə təlim edilib. Yəni yuxuda bir təlim var. Yuxu həm də hüccət deyil, yəni dəlil deyil. Onunla bağlı dinimizdə iki kəlmə işlənir. Yuxu haqqında bir təbir deyilir, bir də təvil deyilir. Yəni əslində təbir nə deməkdir? Təbir bir yerdən başqa bir yerə keçiddir. Allah Teala insan ruhuna lütf eləyərək bir şeyi lütf eləyir, ikram eləyir və yuxunun da bir dili var, şifrəsi var. Necə ki, insan xarici dil öyrənir, ingilis dili öyrənir, yapon dili, alman dili öyrənir. Orada kəlmələr olan kimi, eyni zamanda da yuxunun varlığında xüsusi kəlmələr var. O kəlmələri bilən insanlar özəlliklə onu təbir edə bilir, təvil edə bilir. Məsələn, Yusuf əleyhissalamın dövrünə baxın, Həzrəti Yaqub əleyhissalamın dövründə o vaxtı yuxu yozmaları daha çox inkişaf eləmişdi. Məsələn, Həzrəti Yusufa atası o yuxu gördüyü zaman deyir ki, lə taqsus royəqə. Deyir, qardaşlarına yuxunu anlatma. Niyə? Çünki deyir, onlarda sənə qarşı bir həsəd hissi formalaşa bilər. Bəzən görünür ki, gerçəkdən də olur. Həzrəti Yusuf əleyhissalam gördüyü yuxunu qardaşlarına söylüyor, o həsəd hissi onların bütün varlığını qamçılayır. Eləcə də başına bilirsiniz, o vadilərin içərisində aparıb, dərin bir qoyunun içərisinə atmağa qədər aparıb çıxarır. Deməli, yuxu dediyimiz bir aləmdə əslində hər şey gerçək deyil. Amma bəli, insan o məkansız və zamansız bir aləmdə Allahın bir lütfünü bizə Rəbbimiz nə zaman ehsan edir? İslam dini yuxuya fəcr zamanında, namazdan öncə, sübh namazından 20 dəqiqə, yarım saat qabaq görünən rüyanı sadiq rüya olaraq hesab edir. Onu dəyərləndirir. Amma ola bilsin ki, insan yatıb, beyin fazaları yatmayıb, 2 saatdan sonra bədən yorğun, amma sübhə qədər artıq beyin də yatıb, bədən də yatıb istirahət eləyib və artıq insanın ruhu görüb. Bax, yuxu insanın ruhunun gördüyüdür. Ona görə biz ona rüya deyirik. Rüya da görüntü deməkdir. Yəni, təqribən bu istiqamətdə ipucuları, bilmirəm, nə qədər sualınıza cavab oldu, yoxsa yox? Çox sağ olun. Amma yuxu yozmalar bugün də aktualdır da, ağa müəllim. Yəni, istər-istəməz yuxu görəndə əlimizi kitaba uzadırıq. Bu da həqiqətdir. Məsələn, dünyasını dəyişmiş qohumumuzu, əqrabamızı görəndə mütləq şəkildə adına halva çalmaq, Quran oxuturmaq istəyəndə oluruq. Yəni, vardır da bunun bir həzzəti, bir hikməti. Yəni, hardan gəlir bizə bu? Bəli, bu gün yuxu yozma, Bəli, hə? Şəriət qanunları. Yuxu yozma kitabları var. Bizim də əlimizə keçir, baxırıq. Bəzən görürsünüz ki, oradakı yozumlar fərdin yozumlarına aiddir, təbillərinə aiddir. Əslində, bir yuxunu görən var. Kim görür yuxunu? Bir də yuxunu kim təhlil edir, kim analiz edir? Əgər həqiqətən yuxunu Həzrəti Yusuf kimi imanı, irfanı olan bir insan, ona bir baxışı fərqlidir. Dünyəvi bir həyat yaşayan insanın baxışı fərqlidir. Ola bilər ki, bir yuxuya, həqiqətən gerçək bir yuxuya bir insan başqa bir don geyindirsin, insan üçün təsəlli qaynağı olsun. Ola bilər ki, eyni yuxuya başqa bir adam yanaşsın, o insanın dünyasını başına uçursun. Ona görə bəzi insanlar var, çox həssasdırlar. Az yuxu görərlər, yuxularının təsiri altında qalarlar. Və təbii ki, bayaq Samir bəy söylədiyi kimi, insan ömrünün 3/4-ni yatır. Və bizim həyatımızın bir parçasıdır bizim yatmamız. Amma o yuxumuzsa, o yatmanın içərisində bizə lütf edilir, ehsan edilir. Ona görə hər yuxu hüccət dəlil deyil. Amma bir yuxu 2 dəfə, 3 dəfə təkrarlanırsa və yaxud biz yuxuda elə insanlar var ki, o insanı görəndə həqiqətən Allah Teala insana ikram eləyir, müjdələr olur. İnsanlar da var ki, bəzi insanları yuxuda görəndə bilir ki, həmin günü çilə çəkəcək.
Axı Tanrı da bəzən insana yuxunun dili ilə danışır. Bəzən xeyirdə tapırıq və yaxud da bir şər hadisə yaşayırıq. Yəqin sizin həyatınızda belə hadisələr Bəli, elə az məsələ budur. olmayıb. Belə məsələ budur ki, Aha, insan yuxunun vasitəsilə bəzən 10 gün, 15 gün, 1 il bundan sonra, 2 il, 5 il bundan sonra Sonra yaşayacağı. baş verə biləcək bir hadisənin ipucunu Allah Taala insana verir. Bu da var. Və bəli. bir çox analar, bayaqları Aqil müəllim də söylədi əslində, yəni bu qazi millətimizin. Baxın, bəzi şəhid analarımız var ki, onların evladları da bağlı illər öncədən mesajlarını alıb. Yəni şəhidlər əslində tabutlarının evlərinə gələcəyini röyalarla, hansısa bir şəkildə də evini, ailəsini onu hazırlayır. Və bunu gerçəkdən onlarla ailədən soruşanda bunun çox belə deyək, fərqli tərəflərini Siz çox ünsiyyətli olmusunuz. Nələr eşitmisiniz ağa Və müəllim? gerçəkdən o analar, o mübarək analarımız elə fərqli şeylər söyləyir, onu digər insanların açığı bizim kimi sıradan adamların da Nə anlaması. söyləyirlər məsələn? Nə deyirlər? Məsələn, şəhid olan oğlunun illər öncə yuxuda gördüyünü, məsələn, tutalım ki, cənnətdə bir yerdə gördüyünü, nə bilim, imamlarla bərabər gördüyünü, çox fərqli yerlərdə olduğunu ki, ana, mən filan yerə gedəcəm, yəni mənim gedəcəyim yer filan yerlərdir. Yəni, bununla deyir ki, mən o zaman bilmirdim mənim oğlum mənə hansı mesajı verir. Hansı ki, yuxularda görmüşdü onu. Aydındır. Və bu cür yuxu görmüş və gerçəkdən yuxularını ailəsi ilə bölüşmüş bizim ailələrimiz var ki, və hadisə baş verəndən sonra insanlara açılır, aman Allahım, mənə verilən mesajlar bunlarmış. Və təbii ki, biz yuxuları da silib həyatımızdan çıxarıb ata bilmərik. Eyni zamanda yuxuları da həyatımızı şahlandırıb onun istiqamətində gedə bilmərik. Onu dəyərləndirməliyik, haqqını verməliyik.